Salam uşaqlar, bugün 19 apreldə keçirilən buraxılış imtahan vərəqəsini tapmışam və istədim sizinlə paylaşım. Deməli, dinləmə yoxdur uşaqlar, ona görə də 7-ci sualdan başlayıram mən. В прямом значении употреблены выделенные слова в словосочетаниях. Прямое значение həqiqi mənada olan deyir də, düzdürmü? Deməli, hansıdır? Острый нож, холодная местность и бронзовая монета. 1, 3 və 6-dırsa E variantı. Дальше. 8-də. Укажите синоним слова подлинный. Оригинал deyirik də. Yəni əsl. Настоящий A variantıdır. Deməli, 8-də bizdə A'dır. 9-da выберите правильный ответ. Учитель поставил оценку кому deyə sual verir. Burada dательный падежdə işlənir və кому deyiriksə ученику. E variantı. Deməli, ученику olacaq. Sonluğu U ilə. Burada görünmür deyə ona görə də E variantı. Ученику. Дальше. Deməli, 9-da bizdə E variantıdır. Дальше. 10-cu sualımızda укажите антоним слова полезный. Полезный, yəni burada faydalı deməkdir və onun biz antonimini tapalı, yəni zərərli будет у нас вредный. Да? Значит, здесь у нас B варианты. Продолжите логический ряд. Новелла, роман, расскaz, повесть deyə biz B variantını seçə bilirik ki, çünki bu prozanın janrlarıdır. Дальше. Слово светлое. Какое светлое deyiriksə, biz C variantı. Çünki burada orta cinsdir. Выберите правильный ответ. Сегодня я пошел в школу за час до начала занятий, чтобы сдать в библиотеку старые учебники. Deməli, за, до və в. Burada E variantıdır. Дополните предложение. У нас очень дружный коллектив. Çünki коллектив какой? Дружный deyə biz seçirik. Мы хорошо понимаем друг друга. Deməli, A variantı bura tam uyğundur. Дальше 15-də. 15-də. В каких словах пишется буква О? Вода. Burada O yazılırsa, burada скала, скамья А, нога О, доска О, трава А, страна, волна. Burada голова и сова. Deməli, burada D variantıdır. В каком слове звуков меньше, чем букв? Səs azdır. Burada baxırıq ki, bizdə səs ancaq letopis sözündə az olacaq. Çünki mərkəzdə burada səsdə düşür deyə ona görə. Дальше. Какое слово разъяснено неверно? İzahı düzgün verilməyib. Portret, kартина, на которой изображена природа. Прироda, belə deyək də, rəsmdə təbiət şəkili varsa ona peyzaj deyilir də. Ona görə də burada C variantıdır. Со словом обувь. Ayaqqabı hansı ola bilməz? Какое слово не сочетается? Əlbəttə ki, пожилая. Дальше. В каком ряду есть лишнее слово? Deməli, artıq söz hansı deməli variantdadır? Əlbəttə ki, çaşka, stakan burada qabdır, amma vareniye уже mürəbbədir də burada gəlməz. Дальше. Дальше. 20-й вопрос. Ответьте на вопрос. Sual belədir. Они были позавчера на соревнованиях. Onlar, deməli, sırağay günü, belə deyək də, yarışda idilər. Və hansı deyir ki, burada sual verir və əlbəttə ki, biz deyirik ki, конечно, они были позавчера на соревнованиях deyə biz C variantını buradan seçirik. Дальше. Keçək o biri suallara. Elə çətin suallar deyil, uşaqlar.
21 суалымыз belədir. Выберите правильный ответ. Проект центра Гейдара Алиева был разработан в 2007 году. Кем творительный падеж суалын verdik. Arxitektorum diye biz sonuğu yazırıq. Ve burada уже sıfat var, знаменит. Arxitektorum каким diye знаменитым diye bu şekilde sonuğu yazırıq. 22'de составьте текст. Necə olmalıdır? Уникальный заповедник Гобустан сегодня известен всему миру. Сюда приезжают люди из разных стран мира. В этом заповеднике проводились археологические исследования, поэтому туристы могут узнать о жизни людей каменного века. B variantı burada uyğundur. Tak, indi mətnimizə keçək. Mətni oxuyun və tərcümə edin. Так. Ага. Демали, в Азербайджане 2019 года, в Азербайджане с 2019 года проводятся национальные фестивали yaylaq. Azərbaycanda 2019 ildən bəri milli yaylaq festivalları keçirilir. Цель их проведения сохранить народные традиции и национальные духовные ценности Azərbaycana. Deməli, onların keçirilməsində məqsəd Azərbaycanın milli adət-ənənələrini və mənəvi mədəni dəyərlərini qoruyub saxlamaqdır. Дальше. Yaylaq это летние пастбища для скота. Yaylaqlar heyvandarlıq üçün istifadə olunan yay otlaqlarıdır. Большинство из них расположены на высоте более 2000 метров над уровнем моря. Və onların əksəriyyəti dəniz səviyyəsindən 2000 metrdən çox hündürlükdə yerləşir. В горах Кельбаджара, Гәдəbəyə, Лачина, Ордубада нашли остатки древних пастбищ второго тысячелетия до нашей эры. Və deyir ki, deməli, Kəlbəcər, Gədəbəy, Laçın və Ordubad dağlarında eramızdan əvvəl 2-ci minliyində ait qədim otlaqların qalıqları tapılmışdır. Дальше. Первый фестиваль прошел на территории Gədəbəyского района. Birinci deməli ilk festival Gədəbəy rayon ərazisində keçirilibdi. Затем 2 года фестиваль проводился недалеко от Гаджикенда, курортного поселка, который был основан в 19 веке. Sonraki 2 il ərzində festival 19-cu əsrdə salınmış kurort qəsəbəsi olan Hacıkənd yaxınlığında təşkil olunubdu. Он окружен высокими горами, Оджа дağlarla əhatə olunubdu. До Яйлага гости фестиваля добирались по красивой горной дороге. Deməli, hər 3 festivalda до Яйлага гости фестиваля добирались по красивой горной дороге. Deməli, hər bir festivalə deməli qonaqlar gözəl deməli dağ yolu ilə gedirdilər. Во всех 3 фестивалях приняли участие гости из Турции, Казахстана, Кыргызстана и Украины. Deməli, deyir ki, hər 3 festivalda Türkiye, Казахстан, Qırğızstan və Ukraynada gələn qonaqlar iştirak etdilər. Так, дальше. Во время проведения фестиваля Яйлақ строит etnografические поселки с разноцветными шатрами. Yaylaq festivalinə keçirildiyi müddətdə çadırlarla birlikdə etnografik kəndlər də salınır. В таких шатрах в древности жили пастухи, которые пасли животных на летних пастбищах. Deyir ki, yəni qədim zamanlarda heyvanları yay otlağında otaran çobanlar belə çadırlarda yaşayırdılar. Дальше. На специальной площадке проходят состязания борцов. Спортсмены соревнуются в поднятии тяжестей. Xüsusi meydançada pəhləvanlar deməli yarışları keçirilir. İdmançılar ağır daşların qaldırmasında mübarizə aparırlar. Перед гостями выступают акробаты в традиционных костюмах. Qonaqlar qarşısında milli geyimdə akrobatlar çıxış edir. Так. Шуги исполняют свои песни на народном инструменте сази, а молодые артисты показывают искусство народных танцев. Deməli, aşıqlar sazda öz mahnılarını ifa edir. Gənc artistlər isə milli rəqs sənətini nümayiş etdirirlər. Gостям предлагают различные национальные блюда. Qonaqlara müxtəlif milli təamlar təklif olunur. На фестивалях также организуются разные ярмарки, где туристы могут увидеть и приобрести уникальные изделия народных умельцев. Və festivaldə həmçinin müxtəlif yarmarkalar təşkil olunur ki, burada turistlər xalq sənətkarlarının bənzərsiz əl işlərini görüb əldə edə bilərlər. Так,
Gəlin indi 23-cü sualımıza baxaq. Определите правильный ответ на вопрос. Где проходил первый фестиваль? Birinci festival harda keçirilirdi uşaqlar? Və əlbəttə ki, Gədəbəy районunda deyə C variantını seçirik. 24-də дополните предложение информации из текста. В ходе проведения фестиваля Yaylaq neyniyirlər? Deməli, строят этнографические поселки. Так, A variantıdır. Дальше. Так, 25-də. Какое утверждение не соответствует содержанию текста? На фестивале Ашоки исполняли песни на сазе düzdür. В древности пастухи жили в шатрах düzdür. Яйлаги находились на высоте 2000 метров над уровнем. Это тоже. Фестиваль Яй проводят с 2019 года. Düzdür. Так, поселок Гаджикет был основан в прошлом веке. Так, E variantıdır. 26-da определите основную мысль. Əsas ideya hansıdır? Söhbət nədən gedir? Əlbəttə ki, проведение фестиваля Yaylaq для сохранения народных традиций. Deyə. Так, дальше. 27-də. Напишите из второго абзаца текста синоним слова близко. Əlbəttə ki, если мы говорим близко, то ikinci абзацта bu var. Так, недалеко. Burada düzdür. Выпишите из первого абзаца текста слово, которое знает то, что перешло от одного поколения к другому. Альбetta ki адет-ананады, традиции, правильно. Так, дополните предложение информации из текста, заменив в ответе не менее 2 слов. На фестивале также организуются ярмарки, где burada uşaqlar 2 söz heç olmasa biz deməli dəyişməliyik. Və burada nə yazılıbdır? На фестивале также организуются разные ярмарки, где туристы могут увидеть и приобрести уникальные изделия народных умельцев. Так, məsələn, biz burada nə yaza bilərik? Biz yaza bilərik ki, на фестивале также организуются ярмарки, где продаются, deyə yaza bilərik də. Məsələn, продаются, satılır da, продаются, например, изделия разных мастеров. Deyə, məsələn, bu şəkildə də yaza bilərik. Мастеров. Bu şəkildə. Və axırıncı sualımızda, как вы считаете, нужно ли проводить фестивали и почему? Nəyə görə festivallər lazımdır və niyə görə deyə sual. Məsələn, yaza bilərik ki, очень важно проводить фестивали, да, это помогает, например, туристам лучше узнавать культуру, историю нашей страны. Во-вторых, такие мероприятия позволяют местным жителям интересно проводить время и сохранять национальные традиции для будущих поколений. Bu şəkildə də yaza bilərik. Belə uşaqlar, sağ olun, uğurlar.